Əhali sayı artdıqca içməli su problemi də paralel olaraq getdikcə dərinləşir. İri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatlarına əsasən Abşeron, Binəqədi, Sabunçu və Suraxanı rayonlarında su çatışmazlığı daha çoxdur. Ekoloq Rövşən Abbasov deyir ki, içməli su qıtlığı hazırda bütün dünyada qlobal problemə çevrilib. Azərbaycan, xüsusən də Bakı şəhəri isə suyun ən az olduğu ərazilər sırasındadır. Rövşən Abbasovun sözlərinə görə, içməli su ehtiyatının olmaması və kənardan gətirilən sularda normadan artıq itkilərin olması vəziyyəti daha da çətinləşdirir. Bütün Abşeron yarımadası əhalinin ən çox məskunlaşdığı bir regiondur və bura su kənar ərazilərdən gətirilir. Son 10 illiklərdə bu yarımadanın əhalisi sürətlə artmaqdadır və bu da əlbəttə ki, ona səbəb olur ki, daha çox suya ehtiyac olsun. Digər tərəfdən şəbəkədə baş verən problemlər, suyun vaxtında çatdırılması da əlavə yüklər yaradılır. Əhalinin artım sürəti suyun gətirilmə sürətini daha da üstələmişdir. Elə yerlər var ki, orada şəbəkəni dəyişmək tamamilə deməli mümkün deyil və yaxud çox uzun illər bu apara bilər. Rövşən Abbasov bildirib ki, yaxın gələcəkdə problemin həlli üçün vacib addımlardan biri dəniz suyunun içməli suya çevrilməsidir. Hindistan, Amerika, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə bu üsul su təminatını xeyli asanlaşdırıb. Xəzər dənizinin suyunun şirinləşdirilməsi öz su mənbəyi olmayan Abşeron yarımadasına böyük bir töhfə olacaq. Çünki bu zaman suyun uzaq məsafələrə daşınması baş verməyəcək, su itkiləri baş verməyəcək, bizim regionlarımızda su stresini azaltmağa kömək edən digər fəaliyyətlər həyata keçiriləcək. Məsələn, ola bilsin ki, gələcəkdə Xaçmazdan, Oğuzdan, Qəbələdən və yaxud Kürdən gətirilən su bir qədər azaldılsın və bu həmin regionlarda da su ilə təminatı yaxşılaşdırılacaq. Mən deməzdim ki, bu o qədər də bahalı bir prosesdir. Kifayət qədər rəqabətlidir. Yəni 10 dəfə, 20 dəfə bahalı bir şey deyil. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, mərkəzləşmiş içməli su şəbəkəsi mövcud olmayan ərazilərdə Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə təchizatın qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası, şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Mütəxəssislərin fikrincə Bakıda əhali sayının davamlı artması yaxın 10 ildə su qıtlığının davam edəcəyini göstərir.